Salam əziz müəllimlər və abituriyentlər. Bugün sizinlə Vətən Yaraları hekayəsinin təhlili ilə bağlı müxtəlif məqamlara baxmış olacaq. Bu qeydlər Dövlət İmtahan Mərkəzinin müxtəlif illərdə keçirdiyi imtahanların analizi əsasında hazırlanıb. Həqiqətən çox qiymətli təhlillər var, ona görə də videonu sona qədər izləyin ki, faydası olsun. Və ən əsası, videonu bəyənib kanala abunə olmağı unutmayın ki, sizin üçün çətinlik yaradan əsərlərin ən rahat təhlilləri paylaşılanda sizə bildiriş gəlsin. Keçək əsərin təhlilinə. Demək, əsər epik növdə hekayə janrında yazılmışdır və təhkiyə aparıcıdır. Ümumiyyətlə, bilirik ki, epik növdə yazılmış əsərlərdə təhkiyə aparıcı olur. Mövzu müharibə, ideya. Müharibə insanları məhv etsə də, onların qəlbindəki əziz xatirələri, müqəddəs hissləri məhv edə bilməz. İkinci Dünya müharibəsinin ən qızğın çağında qələmə alınan bu əsərdə geniş müharibə səhnələri verilməsə də, oxucuda ədalətsiz müharibəyə, onu törədənlərə qarşı güclü qəzəb, nifrət duyğusu oyanır. Bax, bu məqama diqqət edin. Nədir? Geniş müharibə səhnələri əsərdə verilmir. Testlərə bəzi məqamları çağırırlar ki, əsərdə geniş müharibə səhnələri var. Bu təbii ki, səhv fikirdir. Həmçinin əsərdə bir-birinə zidd olan iki aləm üz-üzə qoyulur. Biri dinc həyat, digəri isə müharibədir. Dinc həyat daha çox əsgər xatirələrində mövcuddur. Müharibə isə gerçəkliyə əsaslanır. Burada qeyd etmişik, bax, dinc həyat yalnız əsgər xatirələrində mövcuddur. Qapımızdan keçən su arxının başında oynardım. Bu əsgərin xatirələridir. Söyüd yarpaqlarından əsən xəfif küləklər daraq görməmiş saçaq kimi dolaşıq saçlarımı üzümə tökərdi. Müharibə isə gerçək və amansızdır. Güman edirdim ki, bu atılan güllələrdən biri də mənəm. Gürultunu qoparan da mənəm. Gündüzün boz və kəsif üfüqlərinə bir bayraq kimi açılıb örtülən alov da mənəm. Əsərin əvvəlində əsərin baş qəhrəmanı olan əsgərin döyüş vaxtı yaralanan zaman keçirdiyi hisslər, vəziyyəti təsvir olunmuşdur. Hadisələrin yazda baş verdiyini biz Lətifin dilindən öyrənirik. Əsgərdən əvvəl yaralanan yoldaşları həsrətlərini, əziyyətlərini, ölüm təhlükəsini necə keçirdiklərini danışırdılar. Əsgər isə bu hisslərin heç birini keçirmir, heç xəyalına da gətirmir. Əsgər gözün açanda özünü isti, təmiz və sakit bir otaqda, rahat yataqda görəndən sonra həyata qayıtdığını duyur. Həyata qayıtdığı üçün ürəyində şadlıq hissi keçirir. Əsgərə elə gəlir ki, xəstənin fiziki həyatından daha çox mənəvi həyatı var. Bunu testdə yerin dəyişmiş formasında tətbiq ediblər, salırlar. Yazır ki, əsgərə elə gəlir ki, mənəvi həyatından daha çox fiziki həyatı var. Bu səhv fikirdir. Onu möhkəm addımlar, taqətli ayaqlar, bükülməz dizlər yox, zəif və zərif xəyallar aparır. Əsgərin arzusu var idi. Belə ki, əsgər 2 ömür istəyir. Birinci ömür təcrübə dərsi olsun, bu mürəkkəb dünyanı, qapalı adamları öyrənməyə sərf olunsun. İkinci ömür isə belə ömrün qədrini mən bilərəm. Mən yenidən bir körpə olum. Anamın o mehriban xilqətin qucağına atılım. İsti nəvazişlərinə tutulum. Atamın sərin torpaq astanasında iməkliyim. Səsim gəlsin. Yıxıla dura yeriyim. Ağı qaradan, şirini acıdan, istini acıdan seçən qayğısız körpəlik günləri başlasın. Səhra xəstəxanasından arxaya göndərilməli olduğunu eşidəndə 2 dostu əsgərin yanına gəlir. Biri əsgərin məktəb yoldaşı Nəsrəddin idi. Əsgəri və Nürəddini universitetdən, tələbəlikdən cəbhəyə çağırmışdılar. Burada Nürəddin səhv edib Nəsrəddin olmalı idi. Əsgər Nəsrəddini görəndə həmişə məktəbli uşaqların kitab çantası yadına düşərdi. Nəsrəddin həmçinin əsgərin komandirinin köməkçisi idi. Demək, əsgərin komandirinin köməkçisi Lətif yox, Nəsrəddin idi. Əsgər ikinci dostunu, yəni Lətifi cəbhədə tanımışdı. Lətif Kolayır kəndindən Mina xanımın oğlu idi. Lətifin atası yox idi və anası kənddə nümayəndə işləyirdi. Lətif anasından fərqli olaraq başı aşağı, üzü yolu oğlan idi. Yürüşlərində gecə istirahət əmri veriləndə çəkməsinin dabanı ilə yeri döyüb torpağı hamarlayan 3 nəfərlik yataq düzəldən Lətif idi. Nəsrəddin yox. Əleyhqazlarını başlarının altına qoyub yatardılar. Demək, bunlar başlarının altına əleyhqazlarını qoyub yatırdılar. Əsgər səhra xəstəxanasında yatanda onun yanında şəfqət bacısı heç kimi buraxmır. Bəzilərinə yalan satırdı ki, xəstə yuxudadır. Əsgər Nəsrəddinin üzünü görəndə yuxuda olmadığını deyərək, çətin də olsa dostları ilə görüşməyi bacarır. Əsgər yaralarından şikayət edəndə bir ədəb kimi cavab verən Nəsrəddin idi. Demək, əsgərə ədəb kimi cavab verən Nəsrəddin idi.
Əsgərə vətənə gedəcəyini deyən Lətif olur. Nəsrəddinin sözünü kəsərək deyir. Burada bir-birlərinin sözünü kəsərək əsgərə öz istəklərini deyirlər ki, öz yaxınlarına, əzizlərinə çatdırsın. Bax, Nəsrəddin və Lətifin 10 illərə bərabər olan bir neçə aylıq cəbhə həyatından aldıqları duyğu və təsəvvürləri yaxın adamlarına çatdırmaq istəklərini əsgər yaxşı başa düşürdü. Nəsrəddinin əsgərdən istəyi: bizim evə get, mənim yazı stolumun başında otur, kitablarıma, kağızlarıma fikir ver, gör qoyub gəldiyim kimidirmi? Bu istəklər imtahana xüsusilə düşür. Ona görə də bunları qısa və konkret əzbərləmək lazımdır. Hamısını da ayrı-ayrıqda vermişəm. Bir-bir əzbərləyin. Demək, gör mənə kağız zat yazan, itirib axtaran olurmu? Küçəmizdən bir neçə dəfə o yan bu yana keç, anamın sözünü, sorğusunu qulağında yaxşı saxla. Universitetə gedəndə uşaqlara salam de. Bu gördüyün gürültuları orada xatırla. Yəqin mənim abunə vərəqim durur. Onu bir al. Bax gör, kitabxanaçı deyirmi ki, bu oğlan niyə kitab götürmür? Get bizdə 1-2 gün qal. Demək, onlarda 1-2 gün qalmağını istəyən kim idi? Nəsrəddin. Qoy anam da oğul səsi eşitsin. Demək, bu 2023-cü ildə səhv etmirəmsə imtahana düşmüşdü, blok imtahanına. Yazır ki, anasının oğul səsi eşitməsini istəyən Nəsrəddindir. Bax, bunu xüsusilə yadda saxlayın. Demək nədir? Anasının oğul səsi eşitməsini istəyən Nəsrəddindir. Həmçinin nahardan sonra deyir ki, mənim tarımı. Demək, burada öyrənirik ki, Nəsrəddinin tarı da var imiş. Tarımı al, tozunu sil. Bağrına bas. Bir çargah başla. İnan ki, üstümə 100 topdan güllə yaxsa da, mən burada çargahın səsini eşidəcəyəm. Lətifin istəyi nə idi? Anam eşitsə, birbaş yanına gələcək. Lətif öz şəklini göstərir. Deyir ki, bu şəkli də anama ver. Demək, öz şəklini əsgərə verən Lətif idi. Və deyir ki, bu şəkli anama ver. De ki, nigaran olmasın. Sonra əlavə edir. Bizim məktəbə də gör Ədil müəllim oradadırmı? Uşaqlarını yadına salırmı? Gedən kim, qalan kim? Mənim ünvanımı direktora, Ədil müəllimə ver. Demək, ünvanını direktora, həmçinin Ədil müəllimə verilməsini istəyən kim idi? Lətif. Bəlkə məktub yazan oldu. Kəndə gələndə Kövşənə, Dişli qaya tərəfə çıx. Bulaqdan mənim əvəzimə su iç. Yaz fəslidir. Bunu əsərin təhlilin əvvəlində qeyd etmişdik. Yaz fəsli olduğun Lətifin dilindən öyrənirik. Otur bir quşları dinlə. Gör onlar nə deyir? Dünyanın bu işləri onların mahnısında kar edir ya yox. Yaşıl yamacdan dəstə tut. Lalə, bənövşə, nərgiz, nanə, xətmi, nülfər, nə desən taparsan. Ax o yerlər, səcdəsinə düşmək, öpüb yalamaq, ürəyimi o torpağa daşa sürtmək istəyirəm. Əskər evə gələndə əvvəlcədən anasına heç nə yazmır. Bax, əskər əvvəlcədən anasına heç nə yazmır. Təhcə anasını görmək üçün tələsmir. Çoxdan ayrıldığı bu küçələri, yolları, ağacları, hasarları nəzərdən keçirmək həvəsi ilə yaşayırdı. Demək, buradan nəyi öyrənirik? Əskər təhcə anasını görmək üçün tələsmir. Həmçinin o neynir? Nə istəyir? Yolları, ağacları, hasarları nəzərdən keçirmək həvəsi ilə yaşayırdı. Əskər evə gələndə anası evdə yox idi. Evin açarını bir-birilərinə bələdlədikləri yerdən götürür. Amma anlaya bilmir ki, anası niyə açarı ora qoyub. Sonra anası bu suala cavab verir ki, mən onu yaxşı niyyətlə qoyuram. Ürəyim mənə deyir ki, sən işdən qaydanacan oğlun gələr, qapıda qalar. Ona görə açarı qoy get. Beləliklə, buradan nəticə çıxarıq ki, ananın övladı ilə bağlı niyyəti düz çıxır. Hansı ki, bu niyyət nə idi? Birdən oğlum gələr deyə arvad düşünürdü, ana düşünürdü və niyyəti düz çıxır. Əskər otağa girəndə öz şəklinin stolun üstündə görür. Məktubları isə üst-üstə səliqə ilə qoyulmuşdu. Bu sözləri əskər ürəyində deyir, anasına demir. Demək, bax, bu ifadələri əskər anasına demir. Hansı ifadələr idi? Bəşəriyyət hamısı anaların qəlbi ilə yaşasaydı, dünya başdan başa bir cənnət olardı. Bunların duyğusu, arzusu, xeyirxahlıq və mərhəmət dolu ürəkləri həmişə bizimlə cəbhəçilərlədir. Bu müqəddəs qəlb sahiblərinin keşiyində durana zaval yoxdur. Əskər sağaldıqca təkrar cəbhəyə qayıtmaq arzusu ilə yaşayırdı. Əskərin anası övladını yola salmalı olduğuna inanandan sonra Nəsrəddinin də, Lətifin də anasını çağırır. Bax, xüsusi məqam, diqqət edin, nədir? Nəsrəddinin də, Lətifin də anasının bu artıq son məqamlarda çağırır.
Yəni əsgərin yola salmalı olduğu məqamlarda, əsgərin yola düşməli olduğu məqamlarda artıq bu gəlir. Yəni əsgər gedən kimi Lətifin və Nəsrəddinin anası gəlmir əsgərlə görüşməyə. Əsgər cəbhəyə dönəndən sonra onu hərbi mütəxəssislər böyütmək, yeni vəzifəyə göndərmək fikrində idilər. Amma əsgər öz hisslərinə gedir. Demək, əsgər öz hissələrinə gedir. Öz hərbi hissələrinə gedir əsgər gələn kimi. Nəsrəddinin 2 gün əvvəl yaralandığını, Səhrə xəstəxanasına götürüldüyünü öyrənir. Demək, əsgər gələn kimi öz hərbi hissələrinə gedir və burada 2 gün əvvəl demək, Nəsrəddinin yaralandığını və Səhrə xəstəxanasına götürüldüyünü öyrənir. Lətif haqqında isə açıq danışan yox idi. Lətifin sağalacağına həkimin ümidi yox idi. Köks qəfəsinə 2 güllə, 1 mina qəlpəsi dəymiş, ciyərinin başı zədələnmişdi. Həkim qiyaslı isə Lətifin sağalması ilə bağlı ümid verirdi. Demək, Lətifin sağalması ilə bağlı ümidi həkim qiyaslı verir. Əsgər ilk olaraq Nəsrəddini tapır, Lətifi yox. Nəsrəddinin yarası qolundan idi. Əsgərin gəlməyi Nəsrəddin üçün yox, onun xəstə yoldaşları üçün bir bayram olur. Onlar şəhərdən, yollardan, əkindən, məhsuldan əsgərə suallar verirdilər. Əsgər bıçağı çıxarıb anaların göndərdiyi bağlamanı açanda Nəsrəddin mane olur ki, Lətifsiz açmayaq. Əsgər qərara gəlir ki, Lətifin yanına getsinlər. Demək, qərara gələn əsgər idi, Lətif yox. Amma Nəsrəddinin həkimdən icazə almaq lazım idi. Demək, burada Nəsrəddinin həkimi biraz qəddar idi, problemli insan idi də. Ona görə ondan icazə almaq lazım idi ki, bunlar gedib Lətiflə görüşsünlər. Nəsrəddinin həkimi ucaboy, zabitəli bir həkim idi. Bu məqamla bağlı 2023-cü ildə blok imtahanında sual tərtib olunmuşdu. Yazır ki, demək, Nəsrəddinin həkimi ucaboy, zabitəli bir insan idi. O sərt komandir idi. Və bu məqamlar imtahanda istifadə olunan məqamlardır. Həkim tibb təhsilindən əlavə mükəmməl hərb adamı, sərt komandir idi. Buna görə də Nəsrəddin ondan xahiş eləmək istəmirdi. Əsgər həkimdən icazə alanda həkim ancaq sabah nahardan sonra yarım saatlıq icazə verə biləcəyini deyir. Amma əsgər sabaha qədər qala bilməyəcəkdi. Bunu həkimə deyə bilmir. Çünki həkim üzünü çevirib gedir. Nəticədə əsgər Lətifin yanına təkcə gedir. Onunla görüşür, bağlamanı onun yanına qoyub çıxır. Həmin bağlamanı heç kim açmır. Çünki bağlama gah Lətifin çarpayısının başında, gah təcili yardım arabasında, gah istehkamda qalır. Beləcə bağlama açılmır. Lətif gələndən sonra 3 səmimi yoldaş bağlamanı birlikdə açırlar. Bağlamada albuxara, kişmiş, fındıq, ordubad alması, yeməli şeylərin altında adama bir əl dəsmalı, bir ətirli sabun, adama bir cüt toxuma əlcək var idi. Sonda əsər əsgərin dilindən verilmiş arzu ilə, diləklə yekunlaşır. Belə yoldaşlar, özünüzə yaxşı baxın, növbəti paylaşımlarda görüşək.